Dostlar, herkes salamlayıram. Demək bugün yanvar ayının 20-sidir. BYD Gimplas sürürəm. Bilirsiniz ki, bugün demək olar ki, indi çoxları Günəşli, Əhmədli bu tərəflərdə olub, Babəhsə tərəflərdə olub. Bilirsiniz ki, bugün dəhşətli həm soyuq var idi, hava şəraiti Şaxtalıda demək olar -1 dərəcəyə qədər. İstərsiniz bugün də var, görürsünüz, -1 dərəcəyə qədər soyuq var. Həm də Günəşli, Əhmədli tərəfdə demək olar ki, qar yağırdı. Dedim gedim bir o tərəflərə bu BYD-ni test eləyim. Görün bu qarlı havada, şaxtalı havada nətəri çıxacaq, özünü çıxardacaq. Düzdür, plus 20 kuza kimi qarda özünü doğrulda bilməz qətiyyən. Ümumiyyətcə o 20 kuza kimi heç bir maşın, cipdən danışmıyorum, sedan özünü doğrulda bilməz. O 20 kuza qarın, boranın, nə bilim, dağların atasıdır da. Kim nə deyir desin, o havada, o şəraitdə mənim keçmiş bir videolarımda baxsaz, Prius sürən vaxtlarımda mən çəkiliş eləmişdim. Prius dəhşətdə, yəni onlarda qış rejimi zat falan var. Sürənlər bilir, sürməyənlər də deyim ki, 20 kuza qarın idealıdır. Demək, Gimplas'ı qarda sürdüm. Mən onu deyim ki, sizə təkərlərim qış təkərləri deyil, amma Gimplas özünü doğrultdu. Yəni nətər özünü doğrultdu. Padyomu qalxdım, belə deyək də zimeykalıya qaldırdı özünü. Bu bir. İstədim bir video çəkim elə. Prosto ilk dəfə deyə maşını həmin şəraitdə elə sürürdüm. Qorxdum da, dedim ki, bir əlimdə çəkiliş eləyəm. Dəstə telefondan bir əlimdə çəkiliş eləmirəm. Sinəmdə zaşitlik var. Telefonu qoyuram ora, oradan çəkiliş eləyirəm. Demək dostlar, deyənim dənə götürüm. Demək, görürsünüz bu düyməni, sürüşmə düyməsi. Bu düymə ilə bu düymənin ikisini də aktiv elədim. Görürsünüz, yandı. Demək, bu Prius'larda bir saniye. Prius'larda B knopkası var. Karabkada bilirsiniz ki, aşağı sən B'ni basanda maşını elə bir, belə deyək də, padyomu düşəndə 4 ilə düşürsən, məsələn, atırsan 2-yə, 2 ilə düşür. Həmin o vəziyyətdə gedir maşın. Elə bir naqruskada gedir də, başa bir yüklüdür. Padyomu düşəndə də həmçinin ideal, qalxanda da ideal. Bir də ki, onu sizə deyim ki, dostlar, bunlarda ABS tormuz sistemi hələ ki standart qabaq işləyir. Amma o vəziyyət kritik olanda tormuzu basanda ABS aktiv olur, 4-də eyni vaxtda tutmağa başlayır. Neapolun kuruğundan düşdüm üzü, belə deyək, 8 noyabr tərəfə, Ukraynski kuruq tərəfə, yəni qarda sürüşmədi. Yəni maşın olaraq yaxşıdır. Padyomu da qalxanda həmçinin sürüşmə. Onun əlavə maşının obyomu ağırdır. Yəni o biz deyirik ki, yüngüldür, bu nə bilim filan, belə bir şey yoxdur. Həqiqətən maşının çəkisi ağırdır. Mən razı qalan fason oldum. Görürsünüz, yəqin qulaqsanlar, baxanlar görür ki, 100% sevinə deyəmədi, amma belə deyək də Prius'un elədiyinin 80%-ni elədi. Mən qardazda sürdüm, yay təkərlərindən sürdüm. Vəxşəm, belə deyək, normal da, pis deyil. İlk dəfə idi ki, çıxırdım qarda, indi bilmirəm. Maşın olaraq yaxşıdır. Əgər, onu da deyim ki, dostlar, bir dənə pis cəhədi odur ki, şaxtalı soyuq havada benzin çox işlədir. Yəni 6 litr, 7 litrə qədər qaldırır. Tembolü peçi də yandırırsınız. Vəbşəm 3 tərəfdən, 4 tərəfdən naqruskaya düşür maşın. Benzin çox işlədir. 10 manata 150 kilometr, 160 kilometr. Daca lap şaxtalı olanda 140 kilometr, 130 kilometr. 10 manata da standart düşür 8 litr, 8 litrdən biraz. 8 litrdə standart. 108 litr zat bir işlədir. Maşın olaraq BYD-ni almağa ümumiyyətlə dəyər. Siyal sürənlər var, Gimplas sürənlər var, Destroy 05 sürənlər var. Mən
Gimplası sürürəm artıq hardasa mart ayından bəri sürürəm. Mən narahatçılığım yoxdur. Zapsası uzundur. Bir dənə şey deyim sizə, bu Sialın zapsası çox bahadır. Çünki hələ maşının özü təzə gəlibdiyi yoxdur. Destrov 05-dir, orta qiymətdir. Gimplasdır, ucuzdur. 3 etapa bölünüb də belə deyək. Maşın olaraq normaldır. Mən maşını istəmirəm. Kim də alır, Allah xeyrin versin. Taksiyə də əlverişlidir. Amma qış ayında benzin standart maşınlardan çox içir. Prius elə qışda da, yayda da eyni şeylə içirdi. Qışda biraz daha çox tez-tez xodlanırdı deyə. Biraz naqruskası benzindən, standartdan, yəni yayda istifadə edəndən çox işlənir. Amma narahatlığım yoxdur da, yenə də bu maşından da. Benzin də çox işləsə, amma maşın olaraq yaxşıdır. Çalışın siz də, əgər ikinci əl almaq istəyirsinizsə, probegi az alın. Probegi çox almağa dəyməz. Çox alacaqsınız. Sizdən qabaq sürən bilmir nətər sürünəcək. Əslində mən arada bir fikirləşirəm, bu təzə maşındır, bunu niyə işlənmiş kimi satırlar? Təzə maşındır. Orada topazdadır da, tarbazdadır da, turbazdadır da yazırlar ki, ay nə bilim ikinci əl maşını satıram, nə bilim. Demək onda bunun birinci əl maşını su ilə zaten işləyən olub ki, bu ikinci maşını ekonomi belə satır. Ya da ki, taksidə sapırlar, işlədir, görürlər, normal taksi şoförü tapa bilmir, normal sürücü tapa bilmir. Normal sürücü zaten yoxdur bu dəqiqə. Çox pis vəziyyət sizinə görə. Maşını verirsən, dağıdırlar. Bu haqda bir video çəkəcəm inşallah, bu yaxşı sürücü, pis sürücü haqqında. Düzdür, pis sürücü, nə barədə pis sürücü deyirəm? Maşını qova-qova sürür, yamalarda qorumur, quruntovaya düşəndə maşını ehtiyat saxlamır. Belə. Amma belə deyim, yaxşı sürücü də var ki, Allah'ın olsun, öz maşını kimi baxırlar. Yəni bildiyin sahibkar maşınını öz maşını kimi baxır. Gözü bəbəyi kimi baxır. Bugünlük bu qədər dostlar. Sağ olun, kanalıma abunə olun, mənə dəstək olun.